Aleyküm ve rahmetullah berekatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, artık bizim cücelerimiz 22 gündən üzə yuxarıdır. Elhamdülillah mən birinci gündən düzəltdiyim yem 22-23% artık bitti. İnşallah ona deyim ki sizə bu broiler yemi əslində cədvələ 4 mərhələyə bölünür. Birinci gündə 10 güncü, 10-cu günəcən 10 gündə 22, 22, 35, 35, 45 günə qədər. Mən inşallah dəyərli izləyicilər birini tərk elədim, yəni 3 mərhələdən istifadə edəcəm. Birinci gündən 22 günə istifadə etdim. İndi 22-ci gündən 35 günə qədər 19%, 18-19% yemi inşallah düzəldəcəm. Bura nə daxildir? 6 kiloqram qarğadalı, 2 kilo 400 qram soya şirotu, 1 kilogram buğda, 300 gram semiska şirotu, 100 gram sümük unu, 100 gram da inşallah semiska yağı. Sonra gelir 100 gram cıngıl, 3 kaşık çay kaşığına çayına soda, 30 gram duz, sonra inşallah biyovit 15 gram, hidroprotein 2 gram. İnşallah güman edirəm mən hamısı sizə sadaladım. Bax belə dəyərli izləyicilər. İnşallah 3 mərhələdən istifadə edəcəm. Mərhələ çoxaldıqca günləri zülal faizi inşallah azalacaq. Bu qədər dəyərli izləyicilər. İnşallah nə başa düşmədinizsə yazın, kommentariya cavablandıraq. Like qoyun inşallah, yəni bəyənin, abunə olmayan abunə olsunlar inşallah. Şərhlərinizi yazın. Mənə dəstək olun bir sözlə. Allah sizlerden razı olsun. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allah'a emanet olun.